Salam xəyalpərəstlər. Heç yuxudan oyanmısınız ki, kimisə öpürsünüz və bunun nə məna verdiyini düşünürsünüz? Bugün yuxu yozumlarının maraqlı dünyasına, xüsusən də öpüş yuxularına dalırıq. Başlayaq. İlk öncə yuxuda qadın öpmək. Bu adətən sevgi və bağlılıq istəyini göstərir. Həyatınızda daha çox emosional yaxınlıq axtardığınız mənasına gələ bilər. Əgər qadın tanıdığınız biridirsə, bu ona qarşı hisslərinizi əks etdirə bilər. Maraqlıdır, elə deyilmi? Bəs kişini yuxuda öpmək? Bu dəstəyə ehtiyacı və ya həmin kişinin sahib olduğu müəyyən keyfiyyətlərə heyranlığı simvolizə edə bilər. Əgər yaxın olduğunuz biridirsə, bu, onun varlığına dəyər verdiyinizi və daha dərin bir bağ istədiyinizi göstərə bilər. Bəs sevgilinizi öpmək? Bu olduqca müsbət bir işarədir. Tez-tez münasibətinizdə xoşbəxtlik və məmnuniyyət olduğunu göstərir. Bu yuxular emosional əlaqənizi gücləndirə və düzgün yolda olduğunuzu göstərə bilər. Bəs tanımadığınız birini öpmək? Bu, maraq və ya yeni təcrübələrə can atmağın əlaməti ola bilər. Dəyişikliyə hazır olduğunuzu və ya şəxsiyyətinizin naməlum tərəflərini araşdırdığınızı göstərə bilər. Unutmayın ki, yuxular çox şəxsidir və çox fərqli ola bilər. Əsas odur ki, onlar sizdə necə əks-səda doğurur. Ona görə də növbəti dəfə özünüzü öpüş yuxusu görərkən, bunun sizin üçün nə məna verə biləcəyi barədə düşünün. Bugün üçün bu qədər dostlar. Əgər xoşunuza gəldiysə, yuxularınız haqqında daha maraqlı məlumatlar üçün bəyənib abunə olun. Şirin yuxular və xoş öpüşlər.